İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. İmanlı şəxslər iman və təqva sayəsində haqqa qarşı çıxmaqdan, inadkarlıq etməkdən uzaqdılar. Haqqı tanıyır, onu qəbul edir və Allahın çəkdiyi məsələləri də anlayırlar. Kafir olanlar isə Allah Taala'nın bu misal ilə nəyi başa salmaq istədiyini anlamırlar. Küfür yolunu tutanlar isə bəhanə olaraq Allah bu məsələlə nə demək istəyir deyirlər. Bəli, Allah bununla bir çoxlarını azdırır, bir çoxlarını isə doğru yola yönəldir. Kafirlər belə hesab edirdilər ki, bu misallar Allah tərəfindən çəkilməyib. Əgər Allah tərəfindən çəkilmiş olsaydı, hamı onu başa düşərdi. Lakin Allah Taala ayənin son cümləsində onların bu bəhanəsinə qəti cavab verir. Amma onunla fasiqlərdən başqasını azdırmaz. Deməli, bu sözlərin hamısı Allahın sözləri olub. Nur və hidayətdir. Sadəcə olaraq onu başa düşmək üçün görən göz lazımdır. Qəlb gözü kör olmuş inadkarlar bu ayələrə qarşı çıxırlarsa, bu onların öz çatışmazlığının nəticəsidir. Allahın ayələrində heç bir çatışmazlıq yoxdur.